Sol tərəfdə olan ATS friendly CV-dir. Sağ tərəfdə olan standart 90%-imizin hazırladığı CV formatıdır. Bu CV-lər ilk görünüşdən normal görsənir, heç bir problemi yoxdur. Bunu bir insan oxuyanda çox rahat şəkildə başa düşə bilir. Hətta mən deyərdim soldakından daha rahat başa düşülür bir insan tərəfindən oxunanda. Amma ki, böyük şirkətlərə siz də təxmin edirsiniz ki, yüzlərlə, minlərlə insanlar müraciət edir. Elə vakansiya olur ki, 10 minlərlə adam müraciət edir. Və 10 minlərlə CV-nin hər birinə bir insanın baxmağı real deyil. Realdır, amma ki, çox vaxt ala bilər. Ona görə bunun üçün ATS deyə bir sistem yaradıblar. Application Tracking System. Yəni, sən hansısa bir şirkətə CV göndərəndə, CV-in insan resurslarının qarşısına çıxmamışdan əvvəl ATS deyə bir sistem var və bu sistem həmin CV-ni yoxlayır. Sənin CV-in əgər ATS friendly CV-dirsə, o zaman sənin CV-in keçir növbəti addıma artıq bir insan tərəfindən review olunur. Amma yox, sənin CV-in ATS friendly CV deyilsə, kriteriyalara cavab vermirsə, ümumiyyətlə o şirkət sənin ora CV göndərdiyindən demək olar ki, xəbərsiz olur. Çünki sənin CV-in sistem tərəfindən artıq filtr olunur və bir insan qarşısına gelib çıxmır. Ona görə 90% hansısa şirkətlərə müraciət edəndə baxırsınız ki, CV atıram, skilllərim də var, yetəri qədər təcrübəm də var, amma intervyuya çağırmırlar. Bunun ən birinci səbəblərindən biri, aydın məsələ tək səbəb bu deyil, amma səbəblərindən biri mütləq şəkildə ATS friendly CV-nin olmamasıdır. ATS friendly CV Azərbaycanda çox az şirkət tələb edir, çünki onların bunu yoxlayacaq sistemləri yoxdur. Bəlkə də hər hansısa bir neçə şirkətdə ola bilər, mən bilmirəm. Amma qlobal şirkətlərdə bu çox yayğın bir haldır. Gəlin də baxaq görək bu ATS sistemi bizim CV-mizi necə yoxlayır. Deməli bu sistem nə edir? Bu sistem sənin CV-ni skan edir yuxarıdan aşağıya və sənin CV-ndə olan tekstləri parse edir. Parse etmək yəni həmin CV-nin içərisindən çıxardır, ekstrakt edir. Ona görə də sənin CV-ndə çalışmalısan ki, maksimum hər şey sözlərlə ifadə olunsun. Yəni, şəkil istifadə etmək yaxşı hal sayılmır. İkon istifadə etmək yaxşı hal sayılmır. Table istifadə etmək, kolumnar istifadə etmək yaxşı hal sayılmır. Bu şeyləri istifadə etməmisənsə, sənin CV-in sayılır heavily formatted. Yəni, ağır şəkildə format olunmuş CV sayılır. Deyə bilərsiniz ki, bunun minusu nədir? Mən sizə biraz öncə dedim ki, ATS sistemləri CV-dəki tekstləri parse edir. Və sən əgər ora şəkil qoymusansa, table, ikon falan qoymusansa, artıq sən bu CV-nin oxunması prosesini çətinləşdirirsən. Readability-ni azaldırsan. Yəni, bu ATS sistemi sənin CV-ni oxuyub tam başa düşə bilmir. Məsələn, sən orada telefon nömrəsini yazmaq əvəzinə onun yerinə hər hansısa bir ikonlar qoymusan, nömrənin müəyyən bir hissəsinin yerinə. Bunu o proqramda oxuyub başa düşməyə artıq çətindir. Sən orada sadə şəkildə telefon nömrəsi yazsan, o zaten onu başa düşür. Sənin burada istifadə etdiyin title'lar, məsələn, experience, education, other, summary və s. Bunlar açar sözlərdir. Yəni, sən education'ın yerinə götürüb başqa bir söz yazsan, ATS sistemi sənin CV-ni yoxlayanda onu başa düşməyəcək. İnsan tərəfindən oxunanda ola bilər başa düşürsün, amma sistem tərəfindən başa düşülməyəcək. Ona görə xüsusi keywordlər, title'lar var, hansı ki, onlar istifadə olunmalıdır. Bunun kimi bir çox kriteriyalar var. Onların hamısını tək-tək saymayacağım. CV-ni düzəldərkən birazdan Word faylı üzərindən düzəldəcəyik. O zaman bu incə nüanslara toxunacağım hamısına. Bir daha demək istəyirəm, mən bu CV-lərin düzəldilməsi üzrə mütəxəssis deyiləm. Mən sadəcə bir proqramist olaraq hər bir adamın öz CV-sini düzəldə biləcək potensialda olmalı olduğuna inanan bir insanam. Yəni, sən bir proqramistsənsə, bir zəhmət öz CV-ni düzəldə bil. Yəni, düzəldə bilmirsənsə, bu yaxşı bir hal deyil. Çünki sənin CV-ni səndən yaxşı kiminsə düzəltməyə mənə biraz inandırıcı gəlmir. Heç kim sənin CV-ndə hər xırda detala səndən yaxşı şəkildə can qoymayacaq. Məndən məsələ CV-nizi həmişə ATS friendly eləyin. Çünki ola bilər ki, hansısa Azərbaycanın balaca bir şirkətini atmısınız və ya bankını atmısınız. Orada bu sistem yoxdur, onu yoxlasın. Amma insan belə o CV-yə baxanda görəcək ki, bu adam ATS friendly CV düzəldibsə, demək ki, bu artıq müəyyən bir levelə gəlib çatıb. Bu artıq hansısa böyük şirkətlərin intervyusunda olmuş ola bilər ki, bundan xəbərdardır və CV-sini ona uyğun düzəldir. Yəni, bunun heç bir minusu yoxdur. Yox, desəz ki, illa ki, mən istəyirəm kreativ bir CV düzəldim və o zaman artıq siz bu kreativliyinizi CV-nin üzərində yox, portfolio anlayışı var. Bir dənə sayt düzəldirsiniz, sizin haqqınızda məlumatlar olur orada. Proyektlər, temalar, animasiyalar, proyektlər və s. Ümumi hər şey. Buna deyirlər portfolio saytı. Yəni, belə kreativliyinizi nümayiş etdirmək istəyirsə, gedin portfolio saytını nümayiş edin. Yəni, CV kreativlik nümayiş etdirmək yeri deyil. Bu mənim şəxsi fikrimdir. Uzun sözün qısası çox uzatmayacağım. Başqa bir neçə nüanslar da sizə deyim. CV-lər mütləq şəkildə PDF formatında olmalıdır və hansısa şirkətə atılarkən PDF formatında atılmalıdır.
Biz indi Word formatında yaradacağıq. Daha sonra onu PDF-ə konvert eləyəcəyik. PDF-ə konvert edəndən sonra onun müəyyən saytlar var. O saytlara atacağıq, baxacağıq ki, ETS skorumuz nə qədərdir. Hər şey okeydirsə, hər iki formatı özümüzdə saxlayacağıq. Amma şirkətlərə həmişə PDF-i göndərəcəyik. Word formatı da hər ehtimalı özümüzdə saxlayır ki, gələcək nəsə dəyişəndə və özünün üstündə dəyişib təzədən bir də PDF-ə çevirək. Bunlar mənim özümün elədiyim, praktik elədiyim və istifadə elədiyim metodlardır. Onları sizinlə bölüşürəm. Dediyim kimi, PDF formatında atılmalıdır. Çalışın şəkil formatında CV atmağa qətiyyən eləməyin. JPEG formatında, PNG formatında və s. Bunlar heç yaxşı qarşılanmır. Yəni deyim bilərsiniz. Yəqin ki, hər hansısa bir şirkətlərə müraciət edəndə görmüsünüz. CV-ni upload edirsən sayta, aşağıda olan bütün filtrlər avtomatik başlayır dolmalı. Yəni, əgər sizin CV ETS Vendor CV-dirsə, oradakı bütün məlumatları o sistemdə çox rahat şəkildə ekstrakt edib doldura biləcək aşağıdakı filtrlərə. Sual verə bilərsiniz ki, indi tutalım ETS Vendor CV düzəltdim. Bu nə qədər düzgün düzəlib bu CV, onu necə yoxlaya bilərəm? Onun üçün biraz önce dediyim kimi. Bəzi saytlar var. Məsələn, gəlin bir dənəsini yoxlayaq. Bu bizim Canva-dan götürdüyümüz çox standart CV-lərdən biridir. Bu CV-ni nə qədər ETS Vendor-dir, onu bilmək üçün belə saytlar var. Məsələn, mən bir dənəsini açmışam. Google'a yazırsınız ki ETS Resume Checker. ETS Resume Checker. Belə saytlar var. Bunların hər hansısa birinə girə bilərsiniz, 90% free. Girirsiniz, CV-nizi yüklüyorsunuz məsələn bu formada. Yüklədiyim CV-ni əlavə edirəm bura. Buradan dartıb burada əlavə edə bilərəm. Və o sizə göstərir ki, sizin CV-də neçə faiz kriteriyalar ödənir. Bu dəqiqə halda bu CV-lərin istənilən birini götürə bilərsiniz. Məsələn, mən bunu götürmüşəm. Hansı ki, şəkil olmaz, ikon olmaz, müxtəlif rənglərin qarışığı falan yaxşı hal sayılmır. Yəni, bu şeylər, məsələn, bu title'lar ola bilər ki, hansısa üst-üstə düşməsin falan. Ona görə bu CV-nin böyük ehtimal ki, skoru aşağı gələcək. Gəlin yoxlayaq onu. 33 gəldi, 100 üzərindən 33. Deməli, bu çox bərbad sayılır ETS Friendly CV üçün. Normalda bu limitlər necədir? 70 üzəridirsə, artıq bu CV ETS Friendly CV sayılır. Bu təbii ki, şirkətin qoyduğu kriteriyalar əsasında dəyişə bilər. Elə şirkət ola bilər ki, desin, mən 90% qoyuram kriteriyanı. O başqa məsələ. Amma ortalama ona görə götürəndə 70%-dən yuxarı artıq normal CV sayılır. Normal deyil, yəni yaxşı səviyyədə təchiz olunmuş bir CV sayılır. 50-70 aralığı demək olar ki, şansın var ki, review olunsun. Amma biraz risk altındasan. 50-dən aşağı olanda artıq o CV-yə 99% baxılmayacaq. Həmin sistem o CV-ni reject edir. İnsan qarşısına çıxmamışdan öncə. Və bu sistemlərin başqa üstünlüyü nədir? Siz burada baxa bilirsiniz ki, problemləriniz nədir? Məsələn, kontentlə bağlı görürsünüz yazıb ki, nə ödənib, nələr ödənməyib. Bu sectionlardan baxa bilirsiniz ki, sizin CV-də nələr çatışır, nələr çatışmır. Bunların hamısı açıq şəkildə göstərilməyib, çünki sizdən pullu versiyasını almanızı istəyir. Amma bəzi saytlar var ki, mən tək-tək araşdırmamışam. Onlar demək olar ki, bu problemlərin 90%-ni sizə pulsuz şəkildə təqdim edir. Yəni, buradan baxa bilərsiniz, nələr çatmır və onları gedib təzədən özünüz düzəldə bilərsiniz. Deməli, ilk növbədə görməli olduğumuz iş Word faylı açmaqdır. Word faylı açandan sonra gəlirik Home hissəsinə. Buradan keçirik spacing'ə, yox, dizayndadır. Dizayndan keçirik spacing'ə və bunu no space olaraq seçirik ki, əlavə margin, padding falan qalmasın. Daha sonra gəlirik view hissəsinə. Bu xəttkeşin burada görünməsi üçün, rulerin burada görünməsi üçün. Show bölməsində ruler var. Onu klikləyirik ki, bu burada görsənsın. Bunun hər ikisini eləyəndən sonra artıq biz başlaya bilərik. Əvvəlki CV-m də digər səhifədə açıqdır. Oradan məlumatları kopyalayıb yapışdıracağım bura. Deməli, bu formada ilkin məlumatları yapışdırıram bura. Bunu gətiririk ortaya. Və fikir verirsə, bu tərəflərdə çox məsafə qaldı. Bunu rulerlə düzəldə bilərik. Belə bir şey eləsək, aşağı yuxarı eyni şey olur. Onu da biraz çəkirik bu tərəfə. Okay. İlk növbədə bunun font size-ını biraz dəyişək. Bunun font size-ını eləyək 23. Daha sonra aşağıdakıların font size-ını eləyək. 12 də yaxşıdır, 11 də qala bilər.
bu formada. Yaşadığınız ölkə, şəhər, nömrələr. Məndən 2 nömrə var. Hər ikisini qeyd eləmişəm. Böyük ehtimal siz bir dənəsini qeyd etsəz kifayət edəcək. Daha sonra nömrələri, təxminən nömrələr yazmışam bura. Sonra sizin e-mail adresiniz, daha sonra LinkedIn ünvanınız, daha sonra GitHub ünvanınız. Bunların hər üçü mütləq şəkildə qeyd olunmalıdır. Daha sonra növbəti section olacaq profile section. Profile sectionına aşağıda öz məlumatlarımız edəcək. Məsələn, mən köhnə CV-də olan tekst kopyalayıb atıram bunu. Bunu ChatGPT ilə düzəldə bilərsiniz. Mən də böyük ehtimal düzəldəcəm, belə saxlamayacağım. ChatGPT ilə bunun üzərinə düzəlişlər eləmək olar. Profile sectionın adı həm də summary section gedir. Və bu sectionda çalışın ki, sizin core skillləriniz olsun. Mənim ən əsas işlədiyim tech stack bunlardır deyə buraya AWS-də əlavə eləmək olar. Ən əsas işlətdiyim stack bunlardır deyə bunları əlavə eləmişəm. Siz də çalışın ki, bunları sizin summary və profile hissəsində xüsusilə vurğulayın. Çünki job description-a baxanda orada lazım olan əsas core skillləri ATS daha çox bu hissələrdə axtarır. Skill hissəsində zaten var. Amma siyahlamaqdan əlavə burada xüsusilə onları bildirəndə bu daha yaxşı hal sayılır. Daha sonra profile sectionu var. Gəlin bunun font size-ını dəyişək. Əvvəlkində mən qoymuşdum 13. Gəlin bunu edək 13. Dediyim kimi bunu ChatGPT-yə yazdırın. Öz cümlələrinizlə ifadə etsəz daha yaxşıdır, amma ən sonda ChatGPT-yə atıb onu bir qəşəngcə səliqəyə salın. Mən də bunu dəyişəcəm. Əvvəldən qalan bir söylədiyimdən əvvəlin description-dır. İndi bu profile section'ıdır. Bununla bunun arasında biraz fərq olması üçün gəlin aşağının ölçüsünü biraz azaldaq. Bunu edək 11. Və burada arada bir fərq olsun deyə bura border verək aşağıdan daha səliqəli görsəniz. Yəni bu borderin qalınlığını artıraq biraz. Gələk bura, buradan bunun qalınlığını bir balaca artıraq. Daha sonra bunun aşağısında bir dənə boşluq qoyaq, daha səliqəli olsun. Bu olsun bizim profile sectionımız. İkinci əsas olmalı olan section education sectionıdır. Çalışın məlumatlarınızı CV-də minimum şəkildə qeyd edin. Çünki zaten sizin LinkedIn hesabınız burada var və detallı məlumat öyrənmək istəyən girib LinkedIn-cə, GitHub-ınıza baxacaq. CV sadəcə sizin haqqında ilkin məlumatları ötürmək üçündür qarşı tərəfə. Sadəcə bakalavrda harda oxumuşam onu qeyd edəcəm. Əvvəlki CV-dən kopyalayıram. Education-la bağlı məlumat əlavə edirəm. Mən bura çox şey əlavə edə bilərəm. Falan yerdə falan sertifikat aldım, onu elədim, bunu elədim. Bunlar düşünürəm o qədər də vacib deyil. Bunlar zaten mənim LinkedIn-imdə var. Mən sadəcə ixtisasım nədir, hansı universitetdə oxumuşam, hansı dərəcəni oxumuşam, bunları qeyd edirəm və qarşısında illəri qeyd edəcəm. Bu qədər. Bakalavr oxumuşam, Computer Science ixtisasını oxumuşam və Neft Akademiyasında oxumuşam. Word-ü daha yaxşı bilənlər bunu rulerdən formatlaya bilərlər. Mən o qədər dərinə getməyəcəm. Onu da bold eləməyə ehtiyac yoxdur. Sadə formada qaldı kifayət. Okay, bunların da fontunu verdim 12. Demək, profile hissəmizi əlavə elədik, education əlavə elədik. Bura sertifikat falan heç nə əlavə eləməyəcəm. Aşağıda ən axırda əlavə edirəm onları. Daha sonra keçirik skill hissəsinə. Work experience skill-dən əvvəl də gələ bilər, sonra da gələ bilər, fərqi yoxdur. Buna da eyni border verirəm. Əslində siz bunları istəsəz, kolumları da düzə bilərsiniz. Səhv eləmirəmsə, buralarda bir yerdə olmalı kolum. Kolumun buradan bu formada sağlaya bilərsiniz istəsəz. Təbii ki, belə yox. Yəni, tək-tək bu formada sağlamaq olar. Əgər CV-nizdə yer varsa, məndə CV-də yer olmayacaq, work experience biraz çox olacaq. Ona görə yanına yazsam çox yer tutmasın. Amma sizdə əgər skilllər azdırsa və ya work experience azdırsa, CV-də yer qalırsa, bu formada sütunlara bölə bilərsiniz. Maksimum 3 dənə sütuna bölmək olur. İstəsəz yəqin ki, artım olar buradan. Və o formada daha qəşəng görünəcək. Mənim кейsimdə biraz çox şey var əlavə olmalı. Ona görə CV biraz uzun olacaq. Bu skilllərin də dediyim kimi hansıların ki bu dəqiqə istifadə edirəm onları əlavə eləmişəm. Məsələn, bura əlavə olunması çox şey var. Anguları var, Java'sı var, Java'nın frameworkləri var, Oracle əlavə edə bilərəm, misal üçün, digər database əlavə edə bilərəm. Amma faktiki olaraq onları mən bugün istifadə eləmirəm və bilirəm ki, onlardan mənə sual versələr, up to date deyiləm. Yəni, son çıxan şeylərdən xəbərim yoxdur. Bildiklərini də demək olar ki, unutmuşam. Ona görə Java-nı falan çıxartmışam skilllərdən. Siz də faktiki olaraq hansı skillləri istifadə edirsinizsə, hansı ilə müəyyən qədər təcrübəniz varsa, onları əlavə edin. Yoxsa hər öyrəndiyiniz skill CV-yə əlavə edəsiniz.
Bu yaxşı bir hal deyil. Məsələn, misal üçün deyirəm, GraphQL ola bilməmisiniz, amma GraphQL haqqında sadəcə eşitmisiniz. Real təcrübəniz yoxdur. O zaman intervyuda bilmək olmaz. Bir də gördünüz elə birbaşa GraphQL-dən başladı sual verməyə. Ona da maraqlı gəldi ki, görün bu nədir? Bu adam bunun haqqında nə bilir? GraphQL-dən iki dənə sual verəndə siz bilməyəndə artıq DSQL-ə heç keçməyəcək. O biləcək ki, sıfıra yazdığınız məlumatlar sizin nə bildiyinizi əks etdirmir. Yəni uzun sözün qısası, hansı skilllərdə özünüzə güvənirsinizsə, hansı skillləri son dövrlərdə istifadə edirsinizsə və növbəti axtardığınız işdə hansı skillləri varsa, onları əlavə edin. Yəni, 4 dənə proqramlaşma dili bilib, amma onun birini istifadə edirsənsə, onun 4-ünü də bura düzməyin bir mənası yoxdur. Yəni, mən Java ilə başlamışam. Java-nın SC-sində istifadə etmişəm, YY-sində, MY-sində, bir dənə də var idi, MX idi, FX idi, nə idi, onu da istifadə etmişəm. 4 dənə fərqli Java-nın versiyalarını istifadə etmişəm, amma heç biri burada yox. Hərəsində yetəri qədər kod yazmışam. Sözümüz onadır ki, nəyi istifadə edirsinizsə, növbəti axtardığınız işdə sizə hansı skilllər kömək olacaqsa, onu əlavə edin. Məsələn, Java burada var, lap köhnədən qalandır. Bunu silirəm burada, olmamalıdır burada. Core skillləriniz. Onları summary ya da profile hissəsinə mütləq əlavə edin. Yerdə qalan skillləri də hansı skill ki, sizə gələcək iş tapmanıza kömək olacaq, onları bura əlavə edin. Məsələn, sən JavaScript üzrə iş axtarırsansa, Python bura yazmanın adı yoxdur. Məsələn, Oracle var, Oracle-da istifadə etmişəm, amma bu dəqiqə istifadə etməyəcəm. Əsas istifadə olunanlar MySQL, Postgres, MS SQL və s. istifadə edirlər. Yəni minimal skillləri saxlayın burada. Bura əlavə edəcək o qədər skill var ki, xırda-xırda, amma onları yazmağa ehtiyac yoxdur tək-tək. Standart, konkret nə istifadə edirsə onu yazın. Məsələn, JavaScript-in 30 dənə framework-ını istifadə edirəmsə, 30-unu da bura yazmayın. Ümid edirəm başa düşdünüz nə demək istəyirəm. Mən də bu skillləri update edəcəm. Bir neçəsini sizin yanınızda sildim, amma bir ikisini silib əlavə bir 7-8 dənə də əlavə edəcəm bura sonradan. Növbəti sectionımız olacaq Work Experience. Bu title'lar həqiqətən bu formada olmalıdır. Yəni bunu dəyişib hansısa bir hərf səhv eləmək və yaxud dəyişib yenə başqa bir şey yazmaq artıq yaxşı bir hal sayılmayacaq. Və bir də fikir verin, məsələn, CV-də hərf səhvlərinə falan görə sizin ATS skorunuz düşə bilər. Çalışın, ümumiyyətlə hərf səhvləri falan eləməyin. Work Experience olaraq əgər mənim məsləhətim odur ki, əgər eyni vaxtda bir neçə işdə işləmisinizsə, məsləhət ki, konkret bir dənəsini yazın. Yəni, ola bilər freelance işləmişsiniz, o başqa məsələ. Amma iki işlə eyni vaxtda işləmişsinizsə, onun ikisini də CV yazmaq yaxşı bir hal sayılmayacaq. Yəni, ona görə mən də çalışıram elə bir hallar olanda əsas şirkət hansıdırsa onu saxlayayım. Məsələn, bu dəqiqə mənim istədiyim əsas şirkət Accenture-dir və onunla bağlı olan məlumatı bura əlavə edəcəm. Hansı illərdə işləmişəm, onu əlavə edəcəm qarşısına. Daha sonra aşağıda şirkətin adı Accenture, ölkə Latviya, şəhər olaraq da Riga. Minimal bilgiləri bura qeyd edərik. Bunu altdan underscore qoyub şirkətin adını highlight edə bilərsiniz istəsəz. Kimsə ola bilər ki, sizin işlədiyiniz şirkət haqqında məlumatı deyil. Şirkətin LinkedIn səhifəsinin linkini bunun üzərinə qoya bilərsiniz. O formada da onlayn şəkildə istəsələr baxa bilərlər. Çox vaxtınızı almayayım deyə videonu dayandırdım və Work Experience-ları doldurdum. Gəlin baxaq görək mən Work Experience necə doldurmuşam. Deməli, title-ımız olur Work Experience. Həmişə kimi borderimiz var. Boş bir sətir qoyub, düşmüşəm aşağı və buradan başlayırıq. Position-ın title olur. Daha sonra işlədiyin ay və il. Daha dəqiqliyə getməyə ehtiyac yoxdur. Ay və il kifayət edir. Hələ də orada işləyirsinizsə, present olaraq qeyd eləməyiniz kifayətdir. Daha sonra şirkətin adı, şirkətin LinkedIn səhifəsinin linkini link olaraq bu yazının üzərinə qoya bilərsiniz. Kimsə şirkətinizin adını bilmirsə, girib oradan şirkət haqqında məlumat əldə edə bilər. İşi biraz da sadələşdirmiş olursunuz. Daha sonra Latviya, ölkə, şəhər, əgər remote-sa remote, freelance-sa freelance, onlar qeyd olunmalıdır. Daha sonra həmin şirkətdə gördüyünüz işləri burada əks etdirməlisiniz. Çünki bura yazılan cümlələr sizi haqqınızda, gördüyünüz iş haqqında ən qısa məlumatlar olmalıdır. Uzun-uzun bura yazmaya ehtiyac yoxdur. Biraz önce dediyim kimi LinkedIn-də bunları qeyd edə bilərsiniz uzun-uzun. Amma bura qısa bir neçə cümlədən ibarət əsas gördüyünüz işləri qeyd eləsəz kifayət edir. Məsələn, 5 milyon trafik olan bir sistemin plan hissəsində bu işi görmüşəm və s. Ümumiyyətlə, konkret rəqəmlərin olmağı yaxşı bir hal sayılır. Mən oraya yazdığım rəqəmlər təxminidir, amma həqiqətən gördüyüm işi əks etdirir. Amma təqribidir, yəni mən bu faizi dəqiq hesablaya bilmərəm. Bu formada. Daha sonra fərqlər,
hansı proyektlərdə işləmisiniz? Məsələn, mənim işlədiyim proyekt VHI, İrlandiya Dövlət Sığortasıdır. Orada istifadə etdiyim tech stack nə olub? Bunların fontunu balaca yazmışam ki, yerləşsin CV-yə. İstifadə etdiyiniz tech stack yazırsınız. Daha sonra digər proyekti qeyd etmişəm. Proyektin adıdır. Proyektin mahiyyəti nədir? Onu yazmışam. Almaniya banklardan birinin sistemidir. Onun tech stack-i və s. Bu formada birinci work experience doldu. Növbəti pozisiyonu qeyd etmişəm. Remote işlədiyim pozisiondur deyə bura remote qeyd etmişəm. Qalan hər şey olduğu kimidir. Eyni formada orada gördüyüm işləri qeyd etmişəm. Gördüyüm işləri öz sözlərimlə ifadə edib, daha sonra ChatGPT ilə biraz daha professionallaşdırıb sonra yazmışam CV-yə. O da ağlınızda olsun. Bu description-ı ChatGPT-dən daha professional şəkildə yazmasını istəyə bilərsiniz. Daha sonra tech stack-ləri qeyd etmişəm. Ondan əvvəlki pozisiyonu qeyd etmişəm. Bu formada. Orada gördüyünüz işləri qeyd etməlisiniz. Komandada olan developerlərin sayı falan. Qısa bir şəkildə yaza bilsəniz, nə qədər proyekt təhvil vermisiniz, gördüyünüz çətinlik nə olub proyektdə və s. Belə konkret əldə tutulası məlumatlar varsa, onları burada yazmaq məsləhətdir. Amma məsləhətdir ki, LinkedIn-də bunu daha detallı şəkildə yazasınız. Məsələn, bunu belə elədim, belə bir problem var idi, bunu belə aradan qaldırdım. Bunu aradan qaldırarkən bu şeyləri öyrəndim və s. Bunları LinkedIn-də yazmağınız çox müsbət bir oldu. Məsələn, mən burada işləyərkən belə bir şey yazmışdım. File Converter App. Bu həqiqətən çox advanced bir şeydir. Advanced bir şey dediyim nədir? Bir formatdan başqa formata çevirərkən onun üzərində çoxlu alqoritmik işlər görürdü falan. Məsələn, bunun üçün istifadə etdiyim Carbon.js kitabxanası var. Yəni, bunu eləmək üçün mən istifadə etdiyim kitabxana buraya yazmışam adım Carbon.js. Yəni, onu da skill hissəsində yazmaq olar. Daha sonra Payment Integration eləmişsinizsə, onları bura qeyd edin. Custom'dan integration eləmişsinizsə, gömrüklə onu qeyd edin. Bu şeylər yaxşı hallar sayılır. Özünüz sıfırdan bir notification modulu yazmışsınızsa, qeyd edin. Daha sonra, ondan əvvəlki pozisyonumdur. Orada freelance olaraq çalışmışam. Ondan sonraki pozisyon və s. Bunlar hamısı work experience-lardır. Necə də olacağınızı bildiniz. Təxmini formatda da göz qabağındadır. Underscore var. Link əlavə eləmişəm. Başqa bir qeyri-adi format yoxdur burada. Tekstləri doldurmuşam. Eyni məntiqlə, eyni ardıcılıqla. Dillərimizi də bura əlavə eləyək. Mən digər CV-dən kopyalayıb yapışdırıram bura. Altdan xəttləri yığışdıraq. Deməli, artıq heç nə olmamalıdır burada. Sadəcə olaraq hansı dilləri bilirsinizsə, sırf o dilləri hansı səviyyədə bildiyinizi qeyd edirsiniz. Bu qədər. Amma bilmədiyiniz dili qətiyyən qeyd eləməyin. Məsələn, rus dilində danışa bilmirsən, amma rus dilini götürüb oraya yazmışsan, 3-4 dənə söz bilirsən deyə bu yaxşı hal sayılır. Daha sonra indiyə qədər əldə etdiyiniz sertifikatları və yaxud hansısa bir deyək ki, Letcode-da çox yaxşı bir levelimiz var və s. Bunları qeyd edə bilərsiniz ki, ən azından sizin haqqınızda bir məlumat olsun şirkətin. Mənim də bir-iki dənə xırda şeylər var, onları qeyd edəcəm. Bir AWS sertifikatı var, onu qeyd edəcəm. Bir də Hacker Rank-də Gold badge-im var, onu qeyd edəcəm. Və burada həmin hesablarımın linklərini qoymuşam. İstəyən girib oradan baxa bilsin deyə. Məsələn, linkin üzərinə basırsınız. Birbaşa sizin beynəlxalq sertifikatınızın misal üçün link açılır. Belə linkləri qoya bilərsiniz. Sonra bura hesabımın linkini qoymuşam. Bu şirkətlərin adlarının yerinə şirkətlərin LinkedIn səhifələrinin linkini qoymuşam və s. Bunlar yəni ziyan olan bir şey deyil. Üçüncü səhifəni silək. Bunların KVS fontları fərqlidir. Bunlar eyni olmalıdır. Çalışmalıyıq ki, onların fontu eyni olsun. Hərəsi bir fontda olmağı yaxşı hal sayılır. Daha sonra yuxarıdan da bu hissələri biraz sıxıram. Aşağıdan da eyni şey edirəm. Çox yox. Biraz sıxmaq lazımdır ki, CV-yə yerləşsin. Yuxarısı da məncə yaxşıdır. Daha sonra gəlirəm bura. Burada bir boşluq qoyuram. Bunlar yapışmasın bir-birinə. Daha səliqəli görsənsin. Position arasında bir boşluq qoymaq lazımdır. Bir-birinə yapışmasın. Burada boşluq var zaten. Aha, bu formada. Demək olar ki, CV-miz aşağı yuxarı hazırdır. CV-də nə işlər gördük? Ad, soyad, sözümüz haqqında məlumat, ölkə, nömrə, mail, LinkedIn, GitHub.
Bir daha deyirəm, CV sizin haqqınızda ən qısa məlumatları və lazımlı məlumatları saxlamalı. Yerdə qalan məlumatlar zaten GitHub-da və LinkedIn-də var. Girib oradan detallı şəkildə oxuyurlar və oxuya bilməlidirlər. Yəni sizin LinkedIn-iniz elə formada olmalıdır ki, o sizin CV-nizin bir növ daha extend olunmuş bir variantı olsun. CV-də tapılmayan bir şey girib LinkedIn-inizə tapa bilsinlər. 72% keçdi. Bu yaxşı nəticə sayılır. Dediyim kimi 70-dən yuxarı yaxşı nəticədir. Mən bu işin professionalı deyiləm ETS CV düzəltməyin. Ona görə normal olaraq elədiyimiz səhvlər var. Çox xırda səhvlərdir. Onları axtarıb buradan pulsuz versiyaları başqa proqramların pulsuz versiyalarında yoxlayıb düzəldə bilərsiniz. Mən özümə düzəldəcəm. Fikir verin. Faylın formatı, ölçüsündə falan problem var. Xırda şeylər. Bunları düzəltdikcə hər dəfə skor artacaq. Amma fikir verdinizsə artıq 70% keçib. Bu çox yaxşı bir nəticədir. Siz dediyim kimi CV-nizi düzəldirsiniz mənim kimi. Daha sonra buradakı işlər əsasında skorunuzu artırırsınız. Ola bilər ki, sizdə 70-dən aşağı olsun. Böyük ehtimal ki, olacaq. Səbəbi nə olacaq? Ya hərf səhvi böyük ehtimal edəsiniz, ya hər hansısa bir title-da adı düzgün yazmayasınız. Hər hansısa bir format probleminiz olacaq ki, bunlar illaki olur. Ona görə skorunuz bir balaca aşağı gələ bilər. Onda da bura baxırsınız, bunlara uyğun düzəlişlər edirsiniz. Girirəm içərisinə məsələn. Telefon nömrəsi düzgündür, bu düzgündür, bu düzgündür. Amma problem olanlara baxaq. Sən harada problem var? Göstərir. Məsələn, burada problem var. Baxırıq, we are using outdated file format, use PDF. Aha, görürsünüz nə deyir? Deyir, siz Word formatında əlavə edəmişsiniz. Bunu əslində PDF formatına çevirib, sonra burada yoxlamaq lazım. Çünki yekunda biz PDF-ə çevirib göndərəcəyik kiməsə. Videonu dayandırıb formatı dəyişdirdim. Əvvəl 72 idi. Convert elədim PDF-ə, Word-dən PDF-ə. Artıq 73 oldu. Yəni belə-belə hər dəfə siz burada çıxan problemləri incələyə-incələyə baxa bilərsiniz və CV-nin problemlərini tək-tək həll edə bilərsiniz. Bu dəqiqə mənə pulsuz versiyada göstərdiyi bir şey qalmadı. Bir dənə burada dizayn problemi göstərir. Yəni onu baxıb onu düzəltmək olar. Yerdə qalanlar artıq pullular. Siz başqa toollar tapa bilərsiniz, hansı ki onlar sizə daha çox pulsuz məsləhətlər verir. Onların üzərindən CV-nizi daha yaxşı şəkildə gətirə bilərsiniz. Amma 70 yetər qədər yaxşıdır. 70-dən yuxarı, yəni yaxşı sayılır. Ondan yuxarı əziyyət çəkib onu 95-100 eləməyə məncə ehtiyac yox. 70 üzəridirsə okey. Sıfırdan Word faylı üzərində bir AWS Sprint CV necə düzəldir, onu izah elədim. Ümid edirəm faydalı oldu. Bu saytın linkini aşağı yerləşdirəcəm. Harada ki mən yoxlayırdım bunu. Ümid edirəm video faydalı oldu. Əgər video sizə həqiqətən bir dəyər qatdısa, videonu bəyənməyi, dostlarınızla paylaşmağı və subscribe olmağı unutmayın. Növbəti videolarda görüşərik inşallah.